Amma bugünkü dərsimiz ekoloji coğrafiyadır. Ekoloji coğrafiyanın tərkibində qlobal problemlər var. Qlobal problemlər əsasən müasir dövrdə, yəni 20-ci əsrdə elm, texnologiyanın, sənayenin, kənd təsərrüfatının yüksək inkişafı nəticəsində yaranmışdır. Ümumiyyətlə qlobal problemlərə nələr daxildir? Qlobal problemlərə əsasən birincisi hava çirkliyidir, hava təbəqəsinin atmosferin çirklənməsidir. İkincisi iqlim dəyişmələridir, iqlimdə baş verən dəyişikliklər. Sonra ozon qatının seyrəlməsidir, torpaqların çirklənməsidir, torpaqların düzgün şəkildə istifadə olunmaması nəticəsində çirklənməsidir. Sonra canlı aləmin məhv olmasıdır və su hövzələrinin çirklənməsidir. Bunlar əsasən qlobal ekoloji problemlərdir. Yəni qlobal dünya miqyasında yer kürəsini əhatə edən bir, belə deyək, ekoloji problemdir. Deməli, ekoloji böhran nədir? Ətraf mühitin, belə deyək, dəyişilməsi nəzərə çarpacaq qədərdir. Yəni o qədər dəyişiklik var ki, əsasən artıq bunu hiss olunur ki, bu ərazidə ekoloji böhran baş vermişdir. Burada məsələn belə deyək də, həmin bu böhran ərazidə olan canlı orqanizmlərə də böyük təsir eləyir. Bitki, heyvanat aləminin və yaxud da müəyyən bir kompleksin məhvinə də gətirib çıxarda bilir. Ümumiyyətlə, ərazi üzrə ekoloji böhran 3 növə bölünür. Bir qlobal, regional, bir də lokal. Məsələn, lokal daha kiçik bir əraziləri əhatə eləyir. Məsələn, Bakıda şorsulu göllərin qurumasıdır, Böyük Şor gölünün belə deyək qurumasıdır, məhv olmasıdır və yaxud da kiçik bir ərazini əhatə eləyəndə belə deyək, ekoloji problemlər lokaldır. Regional, məsələn, Abşeron ərazisinin tutaq ki, torpaqlarının məhv olmasıdır, çirklənməsi, bu regionaldır, yəni Abşeron regionuna aid olan və yaxud da ki, belə deyək, Azərbaycan ərazisində olan müəyyən hissələr. Qlobal isə dünya səviyyəsindədir. Yəni o biz qeyd etdiyimiz ekoloji böhranlar, yəni qlobal problemlərə dünya səviyyəsində istixana effektləri, nə bilim, türsülü yağışlar, Antarktidada ozon dəliyinin belə deyək deşilməsi. Bax bunlar nə adlanır? Bunlar adlanır qlobal ekoloji problemlər. Yəni dünya səviyyəsində, dünya ölkələrini əhatə edən problemlər qlobal ekoloji problemlər adlanır. Sonra ümumiyyətlə biz burada ekologiyanın 5 vəziyyətindən danışacağıq. Ekologiyanın birinci vəziyyəti təbii vəziyyətdir. Bu insanların ümumiyyətlə fəaliyyətdə olmadığı, insanların təsir edə bilmədiyi, burada demək olar ki, məskunlaşmadığı və yaxud da çox zəif məskunlaşdığı ərazilərdir. Burada əsasən hansı əraziləri biz misal göstərə bilərik? Məsələn, ekstremal ərazilər, yəni çətin şəraitdə yaşanılan çətin ərazilərdir. Məsələn, yüksək dağlıqdır, yaşayış standartları aşağı olanda, yəni yaşayış şəraiti zəif olan ərazilərdir. Arktik və tropik səhralardır, ekvatorial cəngəlliklərdir. Bunlarda demək olar ki, qəbilələr az yaşayır. Demək olar ki, burada heç bir təbiət dəyişmir. Çünki insan təsiri çox azdır. İkinci vəziyyət müvazinət vəziyyətidir. İnsanlar fəaliyyəti edir, təsir olur, ancaq təbiət özünü bərpa eləmə qabiliyyəti var və bərpa eləyir. Bu əsasən hansı ərazilərdə? Mülayim qurşaqda, iynəyarpaqlı meşələrdə, daha çox qütb ətrafı və ekvatorial meşə ilə savanna ərazisində olan keçid zonalarında bu müvazinət vəziyyəti var. Yəni insanlar təsir etsə də, təsir olsa da təbiət özünü bərpa edə bilir. Yəni təsir o qədər də çox deyil də. Yəni müəyyən qədər təsir var, ancaq təbiət yenə də özünü bərpa edə bilir. Bu da mülayim qurşağın iynəyarpaqlı meşələrində, tayqa meşələrində, bir də rütubətli ekvatorial meşələrin ümumiyyətlə savanna ilə sərhədində müşahidə olunur. İkincisi ekoloji vəziyyətin böhran vəziyyətidir. Burada isə insanın fəaliyyəti çoxalır, təsiri böyüyür. Nəticədə belə ərazilərdə dəyişiklik dərəcəsi də məsələn müvazinət vəziyyətinə baxımından yüksək olur və nə qədər təsir olsa da həmin bu təbiətin, həmin bu kompleksin ilkin vaxtda mövcudluğu hiss olunur. Məsələn, çöl zonasıdır, meşə çöl zonasıdır, savanna və seyrək meşələrdir. Bunlar əsasən bu böhran vəziyyətində olanlardır. Yəni təsəvvür eləyin ki, meşə zonasıdır, ağacları qırıblar, məsələn, əkin yerləri edirlər. Bu çöl zonalarında daha çox məhsuldar torpaqlar var axı. Bax, bu ərazilərdə yenə də təbiətin ilkin komponenti, kompleksi hiss olunur. Yəni dəyişiklik çoxdur, ancaq yenə də təbiətin ilkin mövcudluğu hiss olunur ki, burada olub belə bir meşə sahəsi, belə bir ərazi. Sonra faciəvi vəziyyətdə də, yəni bu o qədər çox təsir olub ki,
əvvəlki vəziyyətə qayıtmaq üçün ümumi uzun illər tələb olunur. Bu da əsasən hansı ərazilər ola bilər? Faydalı qazıntıların çıxarıldığı ərazilər, belə deyək, faydalı qazıntılar çıxarıldığı ərazilərdə onun tullantıları ətrafa yayılır. Nəticədə o ərazilər uzun illər təmizlənməsi tələb olunur. Bir də kollaps vəziyyəti var. Bu isə bioloji məhsuldarlığı əbədiyyətən itirən əraziləridir. Kollaps vəziyyətinə məsələn biz elə Çernobıl qəzasını qeyd edə bilərik. Atom elektrik stansiya radiasiya partlayışı nəticəsində radiasiya ətrafa yayıldı və təbiət özün belə deyək, yenidən bərpa etməsini əbədiyyən itirdi. Yəni bu ərazilər kollaps vəziyyətidir, ən ağır ərazilərdir. Bioloji məhsuldarlıq əbədi itirən ərazi. Gəlin görək atmosferi çirkləndirən mənbələr nədir? Məsələn, təbii mənbələr ildırımdır, sonra vulkanlardır, meşə yanğınlarıdır. Bunlar atmosferi çirkləndirir. Məsələn, şəhər, antropogen şəhərlərdən, sənaye elektrik stansiyalarından çıxan belə deyək, tullantılardır. Ondan sonra avtomobillər, təyyarələr, avtobuslar, yük maşınları, bunlar ümumiyyətlə nə edir? Atmosferi çirkləndirən əsas mənbələr hesab edilir. Ekoloji monitorinq nədir? Ekoloji monitorinq əsasən ekologiyada baş verən hadisələri, prosesləri araşdırır, müəyyən qədər qiymətləndirir və ona uyğun belə deyək, yoxlamalar aparır. İndi biz burada bir maraqlı fakt göstərmək istəyirəm sizə. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində belə bir maddə var ki, sağlam ətraf mühitdə yaşamaq hüququ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Yəni burada bizim sağlam belə deyək, ətraf mühiti qorumağımız, sağlam ətraf mühitdə yaşamağımızın hüquqən belə deyək, qeyd edib öz konstitusiyamızda. Deməli, Azərbaycan Respublikasında ekoloji monitorinqin, ərazinin ekoloji monitorinqin əsasən nədir? Ətraf mühitin ara kəsilmədən müşahidə olunma sistemidir. Yəni müşahidə aparırsan, ərazidə ekoloji vəziyyəti formalaşmasına, təbii komponentlərin vəziyyətini müəyyən edirsən bu müşahidələr əsasında. Ekoloji qiymətləndirmə də aşağıdakı kimi aparılır. Birinci, müəyyən qiymətləndirmə komponenti. Məsələn, nəyə mən ekoloji monitorinq aparıram? Suyu mu, havanı mı, torpağı mı, ağacı mı və yaxud da sair. Bu komponent siyasi tərtib olunur. Yəni bunlar seçilir. Sonra meyara üzrə, məsələn, hansı meyar üzrə qiymətləndirirəm? Məsələn, duzluluğu, suyun duzluluğuna görə qiymətləndirirəm. Eroziya, torpağın eroziyasına görə qiymətləndirirəm. Bu da meyardır. Meyarı belə deyək, qiymətləndirirsən, meyar seçirsən, birinci komponent, sonra meyar, sonra da yəni bu meyara əsasən həmin qiymətləndirmə meyarının nə qədər, hansı dərəcədə dəyişildiyini müəyyən edirsən. Ekoloji monitorinqin təşkil edilməsi necə olur? Torpaq bitki nümunələri yığılır, nümunələr yoxlanılır, təhlil olunur və adətən belə deyək də laboratoriyalarda belə deyək aparılır və orada da təhlil edilir. Ümumiyyətlə dünyanın ən çirkli məsələn çayları var. Məsələn, Starium çayı var. Fikir verək, bu da maraqlı faktdır. Deməli, Yamua Hindistandır, Qanqyansız Nil, Avropa, Reyn, Dunay, Sena, Thames Avropadadır bunlar. ABŞ-da Mississippi-dir, Ohio-dur, MDB-də Volqa-dır, Dnepr, Kür, Amudərya, Sırdəryadır. Dünyanın ən çirkli belə deyək su hövzələri var. Məsələn, dənizlərinə baxsaq və yaxud da körfəzlərinə. Aralıqdır, Şimal, Baltik, Qara, Yapon, Karib dənizləri, Qvineya, İran, Meksika, Biska körfəzləridir ki, bu müxtəlif regionlarda, yəni bunlar çirklənmişdir. 3 əsas mərkəz var, ekoloji vəziyyətin ağır olduğu mərkəz. Məsələn, Avropanın mərkəzi rayonları, Avropanın mərkəzi hissələri, Asiyanın şərqi, cənubu, cənub-şərq hissəsi, bir də Şimali Amerikanın mərkəzi hissələrini əhatə edir. Bu ərazi ekoloji sistemdə yalnız neçə faiz? 5% ümumiyyətlə əhatə edir. Deməli, burada Azərbaycanda ekoloji vəziyyətə baxsaq, Azərbaycanda ekoloji vəziyyətin çox gərgin olduğu, daha çox gərgin olduğu ərazilərə baxaq. Məsələn, Abşeron ərazisidir burada. Abşeron ərazisidir, Abşeron Bakı ətrafı, Abşeron yarımadası. Sonra biz burada qeyd edə bilərik. Bundan yanaşı daha çox fikir versək, burada 3 rəqəmi, bax, məsələn, Naxçıvanın belə deyək, alçaq dağlıq hissələri, sonra 2 rəqəmi, Kür, ümumiyyətlə Araz ovalığının şərq hissəsi, birləşsə Kür ətrafı ərazilər, sonra burada 4 rəqəmi ilə daha çox
belə deyək də, bax, burada Dağlıq Şirvan ərazisi burada ekoloji baxımdan çox gərgin olan hissələrdir. Sonra 5 və 6, 5 Xəzər sahilində olan ərazilərdir. Ekoloji baxımından orta səviyyədə gərgin olanlar, bir də qismən gərgin olanlar. Qismən gərgin olanlara fikir versək, daha çox belə deyək, orta dağlıq və yüksək dağlıq hissələrdə belə deyək də, orta dağlıqda daha çox üstündür. İndi bu ekoloji baxımdan ən belə deyək də, çox gərgin olan ərazilər isə yenə qeyd etdiyim kimi Abşeron ətrafı, sonra burada qeyd edirik ki, Naxçıvan alçaq dağlığı, bir də ki, burada Kür-Araz düzənlik ərazilərdir ki, bu ərazilərdə ekoloji vəziyyət daha da belə deyək, gərgin hesab edilir. Bir də Xəzər dənizinin sahilidir.